dəhşət probka da var. Əvvəllər iş çıxışı probka olardı, yaxud da səhər-səhər işə gedəndə probka olardı. Amma indi isə demək olar, yəni açıq əyri durub elə bir gözümdə. Yoxsa mən əyriyəm. İndi isə demək olar hər gün probkadır. Yəni hər saat probkadır, hər gün demək düzgün deyil, hər gün olsa probkadır. İndi isə elə bir hər saat bir probka var. Güman edirəm ki, bu probka məsələsi gələn illərdə, üzümüzə gələn illərdə həll olar. Çözülər, bir variant, bir yol tapılar. Çətin məsələdir, şəhərləşmə gedir. Hamı şəhərə axın eləyir. Ona görə biraz düzəlməyə çətin məsələdir. Halbuki əhali azalır. Məsələn, statistik olaraq. Əhali azalır, ancaq şəhərdə yenə də barmaq qoymağa yer yoxdur. Bunun da səbəbi odur ki, o az əhali belə gəlib tökülüşür ora. Bu əhali azalma məsələsinə biraz toxunmaq istəyirəm. Bu böyük bir problem olacaq gələcək üçün. Nəyə görə? Çünki məsələn, son 20 ildə Azərbaycanın əhalisi 5 milyon artıb hardasa, 4-5 milyon arası artıb. Bəlkə də biraz az, 3 milyon yarım, 4 milyon, nəsə də belə indi statistik girib baxa bilərsiniz. Amma yəni 2 milyondan çox artıbdır, onu dəqiq deyə bilərəm. Ancaq bundan sonraki 25 ildə, yəni 2050-ci ilə qədər Azərbaycan əhalisi artmalıdır. Bundan sonra 1 milyon 500 min zat hardasa. Yəni heç 2 milyon deyil. Bu da nə deməkdir? Bu da deməkdir ki, əhali yəni düz bir xəttə gedir də. Artım yoxdur. Bunda səbəbi nədir? Çünki insanlar 2 uşaq eləyir, çox adam. Minimum 3 uşaq olmalıdır ki, bunlar nağarlar, sana kameranı çevirə bilirəm. 2 dənə motosikletdir burada. Güləşirlər bir-birlərinə, maşın sürə-sürə. Nəysə, mən düz çəkdim. Görsəniz də. Yəni minimum 3 uşaq olmalıdır ki, əhali artım olaraq getsin. Ancaq 2 uşaq olur, bəzən də 1 uşaq və ölən sayda düz gedir. Nəsə, bu söhbəti uzatmayacağım. Yəni onu demək istəyirəm ki, dünyada əhali azalma var. Bir dənə Hindistanda artım davam edir. Bu da ki, Hindistanın artmağı kimin nəyinə lazımdır ki? Hindistanda özünüz bilirsiniz. Bu söhbətə hardan gəldik? Hə, amma yenə də əhali çox artmasa belə, cəmaət şəhərə gəlir. Yəni, cəmaət çoxu Bakıya köçür, gələnlər də qayıtmaq istəmir. Onları da başa düşürəm, yəni onları da qınaya bilmərik ki, siz niyə gəldiyiniz yerə qayıtmırsınız, nə bilim nə. Çünki səbəblər var da, çünki bir şey olursa, onun səbəbinə baxmaq lazımdır. Yəni, durub kimsə qınamaq düzgün deyil. Ki, sən niyə bura gəlmirsən, sən niyə ora getmirsən, nə? Vaxtı kəndə bizim atalarımız, babalarımız yəni şəhərə gəlib də. İndi mən durum burada artist deyiləm ki, nədir, bu indi gələnlər niyə gəlir? Onlar da gəlməlidirlər də, çünki onlar da nəyəsə görə gəlirlər də. Heç kim oturduğumuz yerdən elə qınamaq asan deyil. Ona görə də buna çıxış yolları tapmaq lazımdır, həll yolları tapmaq lazımdır. Boş-boş qaralamaq lazım deyil deyə düşünürəm. Bu videonu niyə çəkirəm? Kanal boş qalıb, çoxdandır video paylaşmıram. Ona görə arada istəyirəm ki, bir paylaşım, nəsə bir etkiləşim olsun da kanalda. Yoxsa belə abunə də onsuz da gəlmir. Onsuz da izləyən yoxdur kanal. Özümə. Mən YouTube-u şey kimi istifadə edirəm, arxiv kimi. Telefonda yer tutan videoları YouTube-a yükləyirəm. Özümü də güldürürəm. Allah məndən razı olsun. Yaxşı bir zala yazılmışam. Yəni, özdə getdim, limitsiz yazıldım. Limitsiz 10 manat baha idi da, normaldan. Limitsiz yazıldım, indi sırf o limitsiz yazılmışam deyə, yəni evdə oturan hər dəqiqə elə biləm ki, pulum maya batır da. Ona görə nədir? Daima istəyirəm ki, nə vaxt olsun işdən çıxım, gedim, ya nətərsə evdə oturanda gedim. Yəni, o zalda olum da, yəni bir ayağım orada olsun da mənim. Burada da həyatı sorğulaya qaçıram. Cavanlığım boşa gedir, mən nə edirəm, mən burada nə işim var, mən bu zalda nə iş görürəm, sonra nə edəcəm, 2 il sonra harda olacam, ev, maşın, arvad, uşaq, nəsə belə şeylər fikirləşə. Biraz da havalı görsənməyə çalışıram. Sağa sola baxıram, görüm qızlar baxır ya yox. Çöldə göstərmək istədim.
Dedim görüm mənzərə necədir. Burada da qıça işləyirəm. Yalandan bir qıça işləyiş. Qolumu göstərməyə çalışıram. Burada da özümü biraz göstər. Arxada da o yekəpər qaqaş düşüb. Düşməsəydi bütün şey kölgələdi. Mənim nəyim var, nəyim yox hamısı. Təzədən çəkdim. Sonra ki, indi o düşməsin, amma düşdü yenə. Bu da mənim razdıvalkam. Burada da açar yoxdur, düymə şeylə. Bu da idmandan sonraki vəziyyətim. İndi evə gedirəm. Kiçik bir yemək yedim çöldə. Bu aralar artırmışam çöldə yeməyi. Biraz azaltmaq lazımdır. Elədiyim məşq də getdi elə o həmin o yeməklə. Çox güman. Bu qədər. Başqa da heç nə yox. Bu da yəni bomboş bir... Bu da bir yaşam tərzidir əslində. Baxırın kim üçün. Bunu deyirəm də, bir məna yoxdur. Bir boşluq var, bir məna yoxdur. Neynəsək düzələr, məsələn? Heç nə. Onsuz da bir məni izləyən adam yoxdur, düzəmənli. 100 nəfər adam varsa, onlara səslənəm. Siz yazın rəylərə ki, nə eləsək həyatımız daha maraqlı olar. Daha mənalı olar. Daha belə, necə deyim, maraqlı olar. Burada da şəxsiyyətin özündən asılıdır da, yəni özün gərək öz həyatına məna maraq qatasan da. Amma belə hər şey bir müddət sonra mənasız gəlir. Nəysə, məna çox elədim. Sağ olun. Salamat qalın. Bu da 365 gündən bir gün. Gələn videolarda görüşərik.